Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu fikirlər Qaradağ rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan tədbirində səsləndirilib. Vətən müharibəsi şəhidləri, müharibə iştirakçılarının övladları, eyni zamanda qayğıya ehtiyacı olan uşaqların iştirak etdiyi tədbirdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondu geniş miqyaslı tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır. Dövlətin qayğısı həyata keçirilən sosial layihələr vətəndaşların sosial rifahını yaxşılaşdırılmasına xidmət edir. Nəticədə uşaqlar da ailələrində özlərini xoşbəxt hiss edir. İstər təhsil, istər mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqların sağlam və hərtərəfli gələcəyi üçündür.